Salam əziz dostlar, dəyərli izləyicilər, hamınızı xoş gördük. Bugün yenə Fransanın Strasburg şəhərindən Avropa Şurası Parlament Assambleyasının qış sessiyasından sizləri salamlayıram. Bugün yanvar ayının 30-u sessiyanın son iş günüdür və ötən 5 gün ərzində burada aparılan müzakirələr, edilən çıxışlar və görüşlər barədə sizlərə təkrar yekun şərhimi çatdırmaq istəyirəm. Ötən 5 gün ərzində burada xüsusən də Azərbaycanla bağlı maraqlı çıxışlar edildi. Amma ilk növbədə Aşpanın öz strukturu barədə və yeni təyinatlar barədə sizə məlumat vermək istəyirəm. Belə ki, sessiyanın ilk günündə Aşpanın yeni prezidenti seçildi. Bu, Avstriyadan olan xanım deputat Petra Bayerdir. Petra Bayer'ın şəxsiyyətinə diqqət çəkmək istəyirəm. Çünki Azərbaycanın qara siyasında olan bir şəxsdir, diplomatdır. Belə ki, 2020-ci ildən əvvəlki dövrdə işğal altında olmuş Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər etmiş və Böyük Vətən müharibəsi zamanı və eləcə də 2023-cü il antiterror əməliyyatları zamanı Azərbaycana qarşı qərəzli çıxışları və bəyanatları ilə yadda qalan bir xanım deputat bugün Aşpanın prezidentidir və növbəti 2 il ərzində Aşpaya rəhbərlik edəcək. Elə bu ondan xəbər verir ki, növbəti 2 il ərzində Azərbaycan və Aşpa arasında münasibətlər soyuq olaraq qalacaq. Çünki ötən gün keçirdiyi mətbuat konferansında Aşpa prezidenti xanım Petra Bayer jurnalistin sualına cavab verərkən açıq şəkildə bildirdi ki, Azərbaycan müəyyən öhdəlikləri yerinə yetirilməlidir. Xüsusən də Bakıda məhkəməsi davam edən erməni əsilli şəxsləri hərbi əsirlər adlandırdı, vicdan məhbusu, siyasi məhbus adlandırdı ki, bu da Aşpa prezidentinin Azərbaycana qarşı qərəzli yanaşmasının bir nümunəsidir. Ötən 5 gün ərzində burada çox maraqlı çıxışlar edildi. Moldova prezidenti Maya Sandu öz çıxışında Avropa İttifaqının həmrəyliyindən danışdı. Rusiyadan gələn təhlükəyə qarşı birləşməyin önəminə diqqət çəkdi və Rusiyanın müxtəlif Avropa ölkələrinə qarşı hibrid müharibə apardığını dedi və xüsusi qonaqlar qismində Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan da çıxış elədi. Erməni nazir öz çıxışında Avropaya inteqrasiya siyasətindən danışdı və yaxın illərdə Ermənistanın Avropa İttifaqının üzvü olacağına xüsusi diqqət çəkdi. Yaxın aylarda Ermənistanda parlament seçkilərinin keçiriləcəyi və Rusiyadan gələn hibrid təhdidlər və müdaxilələr barədə Avropalı deputatlara məlumat verdi. Ararat Mirzoyan öz çıxışında eyni zamanda Azərbaycan-Ermənistan sülh prosesinə də diqqət çəkdi və Azərbaycanın öz ərazisini Ermənistana yük daşımalarına icazə verdiyini, habelə Azərbaycanın neft və qaz məhsullarının Ermənistana satıldığını bildirərək bunun iki ölkə arasında sülh prosesinə xüsusi töhfə verdiyini bildirdi. Təəssüflər olsun ki, Ermənistandan olan Aşpa üzvü olan xüsusən də müxalif deputatlar öz çıxışlarında Azərbaycana qarşı ittihamlar səsləndirdilər və həmin erməni müxalif deputatlar bildirdilər ki, güya Azərbaycan sülh prosesində maraqlı deyil, Ermənistana təzyiqlər edir, Ermənistan konstitusiyasının dəyişdirilməsinə çalışır ki, bu da Azərbaycanın Ermənistana güya ərazi iddiaları irəli sürməsinin bir nümunəsidir. Erməni nazirin Aşpada çıxış etdiyi dəqiqələrdə Aşpa binası önündə təqribən 4-5 nəfərdən ibarət erməni separatçı ünsürlər etiraz aksiyası keçirdilər. Hətta onlara yaxınlaşıb, onların görüntülərini də çəkdim, onlarla qısa bir diyaloqum oldu. Bu separatçılar Azərbaycana qarşı şüarlar səsləndirirdilər, əllərində müəyyən plakatlar tutmuşdular. Güya Azərbaycanın 2020-ci və 2023-cü illərdə Qarabağda etnik ermənilərə qarşı təmizləmə əməliyyatı həyata keçirdiyini, güya bugün Bakıda məhkəməsi davam edən şəxslərin vicdan məhbusu, siyasi məhbus olduqlarını bildirdilər. Təbii ki, onların sayının elə 4-5 nəfər olması onu deməyə əsas verir ki, işte bütün erməni cəmiyyəti və erməni siyasi dairələri belə fikirləşmiş və onların artıq dayaqları Avropada zəifləməkdədir, onların sayı getdikcə azalır. Çox təəssüflə bildirmək istəyirəm ki, Aşpanın qış sessiyasının bu dəfəki müzakirələrində
xüsusən də side eventlərdə, yəni yan tədbirlərdə, qapalı otaqlarda Azərbaycan müxalif fəallar da görünürdülər. Onlar müzakirələrdə Azərbaycanla bağlı qərəzli və saxta məlumatlar təqdim eləməklə Azərbaycana qarşı sanksiyaların, Azərbaycana qarşı Aşpa platformasında çıxışların edilməsi xahişini edirdilər. Bütün bu məsələlər təbii ki, Azərbaycan nümayəndə heyətinin Aşpada fəaliyyətinin bərpa olunması zərurətini ortaya qoyur. Düzdür, Azərbaycan hələ 3 il bundan öncə Aşpada özünə qarşı sərgilənən qərəzli yanaşmanı, qərəzli çıxışları, qətnamələri səbəb gətirərək fəaliyyətini dondurmuşdu qeyri-müəyyən müddətə. Amma görünən odur ki, ötən müddət ərzində Azərbaycan nümayəndə heyətinin Aşpada olmamasını bir meydan bilərək, bir fürsət bilərək həm Ermənistanın müxalif dairələri, Ermənistanın separatçı dairələri, eyni zamanda Azərbaycanı sevməyən Avropalı deputatlar və öz içimizdən çıxmış anti-milli ünsürlər bunu bir fürsət bilərək Azərbaycan əleyhinə geniş təbliğat aparırlar, çıxışlar edirlər. Düşünürəm ki, Azərbaycan yenidən Aşpaya qayıtmalıdır, müəyyən bir dialoq təmin edilməlidir. Azərbaycan nümayəndə heyətinin akreditasiyası bərpa olunmalıdır və Azərbaycanlı deputatlar növbəti sessiyalardan başlayaraq artıq burada çıxışlar etməli, Azərbaycanla bağlı, ümumiyyətlə Avropa ilə bağlı, Avropa Şurası ilə bağlı məsələlərdə Azərbaycanın haqlı mövqeyini səsləndirməlidirlər. Amma bir vətəndaş cəmiyyətinin nümayəndələri olaraq biz hər zaman Aşpanın sessiyalarında yaxından iştirak edirik, side eventlərdə, yan tədbirlərdə, gedən müzakirələrdə fəal iştirak edirik və öz fikirlərimizi, Azərbaycanın haqlı mövqeyini və milli maraqlarını daimə müdafiə edirik. İnşallah növbəti sessiyalarda da yaxından iştirak edəcəyik. Allah Azərbaycanımızı qorusun, Allah dövlətimizi qorusun.